Salam, hər vaxtınız xeyir. Kali Linux əmrləri ilə bağlı olan növbəti videomuza xoş gəlmisiniz. İnşallah bu videoda da Kali Linuxda paketləri idarə etmək üçün olan əmrlərə ümumi göz gəzdirəcəyik. Yavaş-yavaş əslində biz belə deyim, əmrlərlə bağlı olan hissəmizi qurtarırıq. Sadəcə bu videolara keçən dəfəki dərsdə qeyd etdiyimiz kimi özünüzdə təkrarlasaz, növbəti hissələrdə görəcəyiniz belə deyim, əməliyyatlarda çox işinizə yarayacaq. İstəyirsiniz daha çox uzatmadan videomuza başlayaq. Ola bilsin bu video digərindən daha qısa olsun. Ancaq eyni şəkildə burada yenə sizin işinizə yarayacaq əmrlərdir, belə deyim. Burada yəqin ki, hər birindən tanış olmusunuz. Apt update'dir, upgrade'dir, install'dur, remove'dur, auto remove'dur və eyni şəkildə dep pakejlərin necə install olunmaqdır, bunlara göz gəzdirmiş olacağıq. Baxın, ümumi olaraq belə deyim, siz hansısa bir fayl yükləmək istəyirsiniz və yaxud sistemdə nəsə bir dəyişiklik aparmaq istəyirsinizsə, sizin ilk olaraq eləməli olduğunuz şey Kali Linux əməliyyat sistemini update eləməkdir. Çünki bəzən ola bilər ki, paketlər outdated olur, köhnə paketlər olur və bu da install zamanı bəzi konfigurasiya ilə bağlı problemlər yarada bilər. Onun üçün məsələn siz ilk dəfə Kali Linux belə deyim əməliyyat sistemini yandırmısınızsa, bu əmrdən mütləq şəkildə istifadə eləməlisiniz. Məsələn, bu əmrdən istifadə edərək siz hal-hazırda olan paketləri update edirsiniz, onların daha təzə, daha yeni versiyalarına. Upgrade əmrindən də olan paketləri daha yeni versiyasına eyni şəkildə upgrade eləmək üçün istifadə edirik. Məsələn, mən bunu yarımçıq saxlayacağam. Yarımçıq saxlamamalısınız əslində siz, çünki yarımçıq saxlayan zaman bir də görürsünüz nəsə bir problemlər baş verə bilər. Hansı ki, növbəti dərsdə biz Kali Linuxda olan bəzi problemlərə göz gəzdirəcəyik. Ancaq eyni şəkildə siz update və upgrade prosesini yarım saxlasanız, yenə bəzi problemlər yarana bilər. Buna bir dənə paralel əmr də eyni şəkildə update yerinə upgrade əmridir. Siz bu əmrin hər ikisini birlikdə belə yaza bilərsiniz. Sudo apt update və bu işarədən istifadə edərək, yəni hər ikisini ayrı-ayrı yazmaq yerinə bu and işarəsindən istifadə edərək, double and işarəsindən eyni şəkildə yenidən sudo apt upgrade əmrindən istifadə edə bilərsiniz və belə yazsaz həm update eləyəcək paketləri, həm də onları upgrade eləyəcək. Növbəti əmrimizdə isə deyək hansısa bir paket install eləmək istəyirsiniz. Sanki ki biz bunu Docker install edən zaman eyni şəkildə yenə tətbiq eləyəcəyik. Siz həmin paketi yazırsınız və yaxud həmin belə deyim applikasiyanı yazırsınız və beləcə install eləyə bilirsiniz. Bunu biz harda görürük daha çox? Deyək eyni şəkildə hansısa bir servis qaldırmaq istəyirik. Bu zaman sudo apt installdan istifadə edə bilərsiniz və yaxud hansısa bir tool yükləmək istəyirsiniz. Həmin tool yükləmək üçün də eyni şəkildə sudo apt install əmrindən istifadə edə bilərsiniz. Açığı bir çox belə deyim toollar artıq onsuz da Kali Linuxun özünün əməliyyat sistemində daxili olaraq yüklənmiş gəlir. Ancaq deyək hansısa internetdən və yaxud var olan bir tool yükləmək istəyirsə qeyd etdiyim kimi bu əmrdən istifadə edə bilərsiniz. Eyni şəkildə sudo apt remove əmrindən istifadə edərək də həmin yüklədiyiniz paketi əməliyyat sistemindən silə bilərsiniz. Əlavə olaraq sudo apt auto remove əmri var. Bunu da göstərmək istəyirəm. Bu əmr nə üçün istifadə olunur? Sudo apt auto remove hal-hazırda istifadə olunmayan və ehtiyac olmayan paketləri aradan qaldırmaq üçün istifadə olunur. Bəzən ola bilər yenə deyirəm, növbəti dərsdə inşallah biz Kali Linuxda olan bəzi problemləri aradan qaldırmağa görəcəyik. O dərsdə də biz bu əmrdən yenə istifadə edirik ki, lazımsız paketləri aradan qaldıraq. Hansı ki, bu da konfigurasiya ilə bağlı, əgər düzgün konfigurasiya olunmayıbsa və yaxud outdated-sa bizə ola bilsin problem yaratsın. Bəsit bir şəkildə sudo apt auto remove yazırıq və hal-hazırda istifadə olunmayan bütün paketləri eyni şəkildə aradan qaldırmış olur. Bu dərslik bu qədər. İnşallah növbəti dərsdə görüşəndə.